Belə, bu gördüyünüz avtomobili nə zaman qardaşım gəlmişdin? Bir 15 gün bundan qabaq. Bu avtomobili alqı-satqı olmuşdu səhv eləmirəmsə. Deməli, bu avtomobili biz alqı-satqı eləmişdik 15 gün bundan qabaq. Bu qardaş almaq istəyirdi. Hal-hazırda özü burada yanımızdadır. Deməli, alqı-satqı yoxlanan şeydir, mövcud problemlərin hamısını dedik qardaşa və demişdi ki, bu problemləri mütləq ki, yerində aradan qaldır. Əgər alası olsan, çox yuvatma. Qardaş bəs səhlənkarlıq elədi. 15 gün sonra yaxınlaşıb yanımıza. İndi problem biraz da daha da böyüyüb. Nədir problem? 2 dənə babindir, firma qoyublar. Babinin müştəyinə baxın, cırıq. Görürsünüz? Toku düzgün yaymır, başlayır qurumağa. Bundan əlavə olaraq alaşma şamları, svetsaları. Hərəsi bir firmadır. Düzgün alaşma şamları, svetsa bağlanılmayıb. 4 ədəd orijinal alaşma şamlarından svetsasını əvəz elədik. Farsuqaların 4-də söküldü, hal-hazırda yuyulma prosedurundadır. 4 dənə farsuqalan 4-də söküləcək, yuyulacaq. Diaqnostik adaptasiya işlərini görəcəyik. Əlavə olaraq sürətlər qutusunda problem var. O da nədir? Mühərrikin sürətlər qutusunun yağı bərbad vəziyyətdədir. Avtomobil sahibinə də bunu alqı-satqı proseduru zamanı bildirmişdim. İndi yaxınlaşıb ki, qardaş, imkan varsa onu da həll eləyək, aradan qaldıraq. Avtomobili transmisiya yağın hamısı dəyişəcəyik. Mövcud problemin hamısını aradan qaldırıb müştəriyə təhvil verəcəyik. Təşəkkürlər, izləmədə qalın.